Akşamınız xeyir olsun. Biz artık dersimizin 3. bölümüne başlamışıq. Bu günləri eBay dropshipping'e sıfırdan başlayan biri 3 gündə hesabını açdı, nələri bilməlidir onu bildi və artıq əla məhsulları necə tapıb elan yarada bilər ona baxacağıq və elə çox danışmadan gedək işləməyə başlayaq. Keçin kompüterinizin qarşısına və ya dəftərinizi, qələminizi götürün, notlar almağa başlayın. Ekranımızı paylaşacağıq və biz sürətli bir şəkildə başlayacağıq. Gəldik eBay-imizə. eBay-imizi açmışıq, hər şeyimiz qaydasındadır. Biz artıq nə etməliyik? Düzgün məhsullar tapmağa başlamalıyıq. Çünki bizim 7 günlük watch list, daha doğrusu çerez toplama müddətimiz var. Bu müddət ərzində boş qalası deyil ya, məhsullar tapacağıq. Elanlar yaratmağa başladıqda analiz eləməyə çox vaxt sərf eləməmək üçün indidən başlayacağıq və gündəlik minimum 5-10 arası məhsul tapacağıq. Düzdür, başlayanda bunu az listeləyəcəyik. Lakin başlamazdan əvvəl gündəlik özümüzü həm praktika eləmək üçün, həm öyrəşmək üçün 5-10 məhsul tapmaq üçün cəhd eləyəcəyik. Başlanğıcda hamınızın problemi olacaq ki, müəllim mən tapa bilmirəm. Müəllim Amazonda tapdığım məhsullar eBay-dən baha olur. Bu məhsullar ümumiyyətlə dropshipper məhsullar deyil, normaldılar. Yeni başlayan biri üçün bunlar normaldılar. Lakin təcrübəli və davamlı müddətdə bu işlə məşğul olan biriləri artıq 1 dəqiqəyə yox, 1 dəqiqə çox abartıdır. 10 dəqiqə ərzində, 15 dəqiqə ərzində sürətli bir şəkildə dropshippingdə düzgün məhsullar necə tapa bilərlər, onu göstərəcəm. Danışa, praktika eləyə qaydalarından danışa. Bu gün sizə 2 dənə ən qəşəng üsulu öyrədəcəm. Birincisi feedback usuludur, digəri isə Google Trends usuludur. Google Trends-i dəqiq deyə bilmərəm, lakin feedback usulu hər zaman davamlı bir şəkildə sizə uğurlu məhsul verəcək. Çünki Google Trends adından da göründüyü kimi trendlərə uyğunlaşan bir məhsul analizi metodudur. Gəlin çox danışmadan getdik feedback usulumuza. Feedback usulu ilə məhsul tapmaq üçün nə edirik? Gəlirik Amazona, qlobal bir niş seçəcəyik. Home and Garden, Kitchen. Sonra ola bilər ki, Bed and Bath. Məsələn, bunlardan birini seçib başlayacağıq. Gəl biz bu dəfə seçək Home and Garden. Yox ya da ki, Home and Garden-ı Dumor'un kanalında eləmişdik. Ya bu dəfə Bed and Bath eləyək. Bunları seçdikdən sonra aralarından bir məhsul seçəcəm və bu seçdiyim məhsul bizim açığı satacağımız məhsul olmayacaq. Bu məhsul bizim onu satan dropshipperları tapmaq üçün istifadə etdiyimiz hook olacaq. Elə bilin ki, o dropshipperlar balıqdılar. Çünki onlar gündəlik olaraq başqa yerlərdən onlarla məhsul istəyirlər. O 10 dənə məhsul analiz eləsin. Mən isə 10 dənədən uğurlu olanını götürüm. Məntiqimiz bu olacaq. Və o balıqları tutmaq üçün də biz kanca atacağıq. Bu kancadakı eBay-dən, daha doğrusu Amazondan tapacağımız bu məhsul olacaq. Bu məhsulu seçərkən maksimum dərəcədə diqqət edin ki, feedback-i 1000 feedback-dən çox olmasın. Geri qalanı önəmli deyil. Daha doğrusu ulduzlarından başqa. Ulduzlarına fikir verin, 4.5-dən aşağı olmasın və feedback-i də 1000-dən çox olmasın. Bunu götürdükdən sonra məsələn baxıram bu məhsula. Məndə İspan dilində qalıb. Bunu risk ingilisinə çevirim. Məhsulumun ingilisinə çevirəndən sonra başlığının eBay-də 80 şriftdən yuxarını listələmək olmadığı üçün, yazmaq olmadığı üçün buranın bir hissəsini götürəcəm. Kopyalayıram bunu Amazondan, gəldim, yapışdırdım eBay-ə. Məhsulun bənzərlərini tapıram. Artıq dropshipperlər özünü belli etməyə başladılar. Dəqiq dropshipper olduğumu bilmək üçün nə edirəm bəs? Soldan bu hissədə gəlirəm. Bunu buradan mütləq condition sadəcə niyə olduğu üçün dəyişmirəm. Buradan ancaq all listinglərlə bu itemların eyni qiymətli olduğu üçün dəyişmirəm. Lakin buradan USA only-ni seçirəm. USA only-ni seçəndən sonra da gəlib baxıram bunlara. Hansının feedback-i 1000-ə yaxındır, 1000-dən aşağıdır. Baxıram bunun 360 feedback var, sponsorludur. Atım ortaya qalsın. Bunun 1000 feedback-i var, sponsorludur. Bunu da atırım ortaya qalsın. Bunun 400 feedback var, sponsorludur. Bunu da atım ortaya qalsın. Nə edirəm indi? Bu atdıqlarım var ha. Bunların girib bir-bir mağazalarını analiz eləyəcəm. Feedback usulu niyə deyirlər buna? Onu içəridə göstərəcəm. Bu satıcılar Store Hero, Giftail və Kenta Store. Bunların üçünü də ayrı-ayrıdan analiz eləmək üçün gətirirəm bunu, asobunu bir təbə. Bunu bir dənə Amerika eləyək ki, bizə istədiyimizi tapmaqda maneə olmasın. Bunu Amerika elədikdən sonra nə edirəm? Mağazanın üstünə gəlib üzərinə bir klik seçirəm. Bir klik seçdikdən sonra məhsul analizinin metodunun adının feedback adını olmasının səbəbinə səbəb olan feedback yazısının üstünə basıram və indiyə kimi son 12 ayda 355 pozitiv feedback aldığını görürəm və pozitiv feedbacklərə kliklərdə bu ay ərzində sadəcə 70 pozitiv feedback aldığını görürəm və başlayıram həmin o 70 dənə son pozitiv feedback aldığım məhsulları bir-bir analiz eləməyə. Başlayıram. 5-5 analiz edirəm. 5-5 analiz eləyəndə daha asan olacaq. 3, 2, 5 dənə məhsulun baxdım. Baxanda nəyə diqqət eləyəcəm? Minimum 5 satışı olmalıdır və aktiv watch list olmalıdır. Heç biri yoxdur. Bir satışı var, analiz belə eləmirəm, maraqlı deyil. Bir satış maraqlı deyil. 2, 1, heç biri maraqlı deyil. Sürətli keçirəm. 1 satış, 2 satış, 1, 4 satış, watch listi var. Ən axıra saxlayıram, amma elə də maraqlı deyil açığında desəm. 2 satış, 4 satışı da bağlayıram. 4 satış da eləyibsə bir ay ərzində, yəni o mənim istədiyim hədəf çatdırmayacaq mənə. Ondan əlləşsəm çox vaxtım gedəcək. Onu list eləməyə ayırdığım vaxtda analiz ayırsam ondan daha yaxşısını taparam. Ümumiyyətlə bu satıcının elə də aktiv satışlar eləmədiyini gördüm, amma lakin açıq danışsam mən bunların hamısına bir-bir baxacağam. Sadəcə indi dərsdə olduğumuz üçün mən uzun video tutmaq istəmirəm, lakin yenə də bir də son cəhd eləyib bu ikinci səhifədəki bir neçə məhsula baxaq. İstədiyimizi tapa bilməsək gedək.
Niyə hamısını sürətli bağlayıram bildiniz də yəqin ki. Niyə bir dəfə deyim sürətli göstərim. Baxıram, bura baxıram birinci. Bir dənə satış eləyib, maraqlı deyil. Bura baxıram birinci, bir dənə satış eləyib, maraqlı deyil. Baxın, eyni, maraqlı deyil. 2 dənə satış eləyib. Deyək ki, bunun yerində 5 dənə satış olsaydı, amma watch listdə olmasaydı, mənə yenə maraqlı olmayacaqdı. Bu satıcının profilindən sürətli bir şəkildə ayrılıram. Çünki bu satıcı gördüyüm qədərilə elə də kifayət qədər aktiv bir satıcı deyil və mənə istədiyim nəticələrə gec çatdıracaq. Keçdim digər satıcı rəqibimi analiz eləməyə. Bir dənə bunu bağlayım. Bunu gətirim ayrı bir təbə atım. Bunu buradan give tail'a basım. Baxın, hamısının üstünə öz markasını vurur. 90% dropshipperdir. Amma əsas odur ki, mənə bu feedback üsulu ilə analiz eləyəndə məhsul tapanda mənə fayda verəcək. Gəlirəm bu feedback yazısının üstünə basıram yenə. Buradan 1045 pozitiv feedbackini aldığını görürəm son 12 ayda. Əvvəlki satıcının hardasa 3 qatına yaxındır və son 1 ayda sadəcə 359 feedback aldığını görürəm. Buna klikləyirəm və buradan gələn rəqəmlər var. Onlara mouse'un ortasında aşağı-yuxarı elədiyimiz düymə ilə kliklədikdə artıq siz onların görə bilirsiniz məhsullarını. Bəli, bunun sayəsində bunu görə bilirsiniz. Mikrofonu biraz yaxınlaşdıracağam. Amma bəzi satıcılarda bu bağlı olur. Əgər satıcının hansındasa ki bu bağlıdırsa, o deməkdir ki, bu satıcı artıq bunu gizləyib və bu problem deyil, başqa satıcıya keçirik. Yenə burada da sürətli baxırıq məhsullara. Baxıram 2 satış, 1 satış, 1 satış, 4 satış, 1 satış. Burada da tapa bilmədim istədiyim bir məhsul. 3 satış eləyib. Baxın, bir dənə 5 satış eləyən birini tapsam, niyə minimum 5 satış? Çünki minimumla hesabladıqda həmin məhsul 5 dollar qazanc verdikdə, 5 dənə satış elədikdə 25 dollar qazanc eləmiş olur. Və mən bunun kimi 10 dənə potensiallı məhsul istəsəm və bir gündə mən potensial 250 dollar qazanc gətirəcək bir elan yaratmış oldum. Deyək ki, 10 nəfərdən biri satılsa, bu da eləyəcək 5 dollar. Və o sabit bir şəkildə satılması üçün müəyyən konfiqurasiyalar verdikdən sonra artıq yavaş-yavaş bu özünü tutacaq və daha çox tələbatın olduğunu gördükdə mən nə edəcəm? Məhsula daha da çox fokuslanacağam və onun daha da yaxşı necə satışlarını artıra bilərəm ona baxacağam. Bax bu 9 satış eləyib indi buna baxacağam sürətli. Baxıram bu nədir? Əqaltılığına oxşayır. Açığın desəm bu rəqəmlərə baxacağam mən. Mənə maraqlı deyil məhsul nədir. Ona görə bunu çəkdim, yeni bir təbə atdım. Məhsulun açıqlamasına gedirəm. Açıqlamasındakı yazının Amazon aid olduğunu göz yaddaşı ilə görə bilirəm və yeni bir təbə açıram. Buraya yapışdırıram. Ən başda elə Amazon çıxdı. Baxıram, məhsulumun birəbir eynisidir. Bu neçəyə satır? 335 dollara. Məhsulun maya qiymətinə qədərdir? 245 dollar. Son 10 ədəd qaldığı üçün buna mütləq diqqət eləyin. Məhsulum lakin şəkildəki ilə birəbir eyni deyil. Yəni ki, buradakı ilə oradakı birəbir eyni deyil. Ona görə mən nə edirəm? Bu məhsulu bir dəfə də başlıqları ilə axtarım. Bir səfərdə başlıqları ilə axtarım. Bu da mənim axtardığım və əsas mənə lazım olan məhsul budur. Birəbir eynisinin eynisi, tıpqısının aynısı. Bu neçəyədir? 211 dollara. Buy now eləyək. Bax, məhsulun maya qiyməti 211 dollardır. Estimated tax to be collected 14.78 görsənir. Lakin mən Amazon hesabımı rəsmi olaraq bir şirkət hesabına keçirdikdən sonra heç bu vergini ödəməyəcəm və mənə təmiz olaraq bir məhsuldan 211 dollar maya gəlmiş çıxmış olacaq və satış dəyəri nə qədərdir? 335 dollar. Gəl bunu sürətli bir qazanclığını hesablayaq. 211 335 211 335 dollar. Bir məhsuldan mənə qalan təmiz qazanc, dəqiq baxdıq, dəqiqdir. 81 dollar 66 sentdir. Qəpik quruşları çıxdıqdan sonra 81 dollar bir məhsuldan təmiz qazanc əldə edirik. Və bu da kar marjamızı nə qədər eləyir? Ortalama 24.4%-dir ki, bu da bizim standartlarımıza uyğundur. Belə məhsulları elan rahatlıqla yaradıb mən bu satıcıdan istifadə eləyə bilərəm demək ki. Artıq nə oldu? Mən bir dənə watch listə ata biləcəyim potensial məhsulu tapdım bir neçə dəqiqə ərzində. Və bu məhsuldan artıq 900 dəfə satdığını nəzərə alsaq, sadəcə bu ay ərzində bu məhsuldan 720 dolların üstündə bir qazanc əldə eləyib bu satıcı. Deməli, feedback üsulu ilə necə məhsul analizi olunduğunu praktika üsulu ilə də göstərdim. Nə edəcəm bəs indi? Bu satıcını gələcəm, save seller hissəsi var burada. Save seller eləyəcəm ki, gələn dəfə məhsul analiz eləyəndə bu satıcıdan rahatlıqla istifadə eləyə bilir. Qısacası feedback üsulu ilə analiz metodu bu şəkildə idi. Buna mütləq diqqətlə bax ki, növbəti dəfə sən məhsul analiz eləyəndə yadından çıxmasın. Hətta qələm vərəq mütləq hər videoda deyirəm az qala yanında olsun. Bunları sürətli qeyd elə və işində istifadə etmək üçün praktiki olaraq təcrübəyə başla artıq. Özün yavaş-yavaş analiz elə. Mən nə edirəm? İstəyirsən lap birə-bir eynisini kopyala. Bir mənim getdiyim yoldan get. Sonra gör özün yeriyə bilirsənmi? Sonra özün üçün bir xətt çizib yavaş-yavaş getməyə başlayarsan. Amma başlanğıcda bilən birinin ardınca getmək heç vaxt pis deyil. Hər zaman yaxşıdır. Artıq sənin potensial elan yaradan aktiv bir satıcın var. Və o satıcıdan sən davamlı bir şəkildə analizlər apararaq məhsullarını götürə bilərsən. Məsələn, o gündə 10 dənə məhsul tapmaq üçün sıfırdan 1 saat vaxt sərf etsən, sən artıq onun 10 dənə tapdığı məhsuldan, hətta uğurlu olub götürdüyü, satdığı məhsuldan öz mağazana yerləşdirə
verərək onunla 1 saatını sən bir neçə dəqiqə ərzində öz qazanclığına çevirə bilərsən. Buna mütləq diqqət elə. İkinci diqqət eləməli olduğumuz analiz metodu isə Google Trends'dir. Google Trends az əvvəl dediyim kimidir. Hər zaman məhsul tapmağına kömək eləmir, lakin kömək elədiyi halda da partlayış məhsullar verir. Yaxınlarda hardasa bundan bir neçə ay əvvəl bu videonun çəkildiyi tarix mayın 2-sidir 2026-cı il və saat 10:54. Əla bir saat və əla bir tarixdir. Çünki bundan bir neçə həftə əvvəl hardasa Artemis 2-ni göndərmişdilər Marsa. Bundan bir neçə həftə əvvəl Artemis 2-ni Aya göndərmişdilər və bu zaman Artemis 2-nin aydan topladığı, gətirdiyi, ümumiyyətlə bu gedişatla bağlı olan stikerlər yaratmışdılar. Gedən astronotlarla bağlı kepkalar falan yaratmışlar. Bunun Amazondan 3 dollara alıb sadəcə eBay-də 14 dollara satan bir adam sadəcə bir ayda bu məhsuldan 200-dən çox satış eləmişdi. Başa düşürsən? Bir neçə həftə ərzində yaranan bir trenddən bir adam 200-dən çox satış eləmişdi. 3 dollara alınıb 14 dollara satılan bir məhsul minimum və minimum desəm ona 4 dollarla 5 dollar arası qazanc verir. Gəl deyək 4 dollar. 4 dollardan hesabladıqda 212 sifarişdən 848 sifariş eləyir. Yəni 848 dollar qazanc eləyir daha doğrusu. Yəni bu adam bir məhsuldan sadəcə 848 dollarlıq qazanc eləmişdi gözümüzün qabağında. Ona görə Google Trends metodu buna görə yaxşıdır. İndi gəlin onu necə işləyəcəyimizi göstərim. Gəldik ekranımıza və buraya yazırıq Google Trends. Google Trends yazdıq və düşürük aşağı. Google Trends'dən buradan 3 xətt var. 3 xəttdə gəlirik, Explore seçirik. Explore seçdikdən sonra bu hissəni Amerika eləyəcəyik. Amerika elədikdən sonra artıq biz baxacağıq. Baxın hələ də Project Hail Mary ən başdadır. Project Hail Mary mənim ən sevdiyim filmlərdən biridir. Interstellar'dan sonra ikinci filmdir. Hətta bunun kitabını da oxumuşam. Necə deyim, çox yaradıcılığı möhtəşəm bir filmdir. İzləməmisinizsə izləyə bilərsiniz, sinemalardan qaldırılmayıb və axtarışı ən çox olan bu dəqiqə görürəm ki, Project Hail Mary'dir. Və nə edirəm? Çox da belə araşdırma eləmirəm. Gəlirəm eBay-ə, yazıram. Baxım görüm Project Hail Mary'yə aid mən nələr götürə bilərəm. Bax, kitabları var, kitabları o deyil. Kitablarını götürə bilmərəm. Aksesuarları. Aksesuarlarına baxaq məsələn. Baxaq, buna baxarıq, buna baxarıq, buna da baxarıq. Qəşəng görsənlər hamısı. Baxın, buna da baxarıq. Bunların hamısı əla görsənlər. Bu artıq 50 satış eləyib, bu 1 satış eləyib, bu 3 satış eləyib. 50 satış eləyənə baxaq. Fərqli dizaynlar da var, fərqli versiyalar da var. Böyük ehtimalla bu dropshipping məhsulu olmayacaq. Lakin biz baxaq. Gələk açıqlamasından da gördüyüm ki, bu məhsul dropshipping məhsuluna oxşamır. Lakin mən bu məhsulu analiz eləyəcəm. Hətta buna uyğun bir məhsul tapsam belə bunu elan yaratmağıma kifayət eləyəcək mənim üçün. Çünki hal-hazırda axtarış bölməsində ən çox axtarılan şeyin Project Hail Mary olduğunu gördüm və bu tendensiya uyğun bir məhsul tapmaq mənim üçün əladır. Bax, Hail Mary'nin burada bənzəri var. Grace. Görün var burada buna uyğun bir şey. Burada NASA'nın Grace'i var, tam o deyil. Görsəlləri ilə baxaq. Buradan Google linzalara keçsən, oradan Google linzalardan sənə şəkilləri ilə oxşar olanların hamısını verir. eBay-də var. Gəl buradan Amazon seçək. Amazonda var imiş. Baxım, 25 dollara üçlü stiker, 4lü parçadır. Burada adam 10 dollara satır. Yox, stikerləri ilə Hail Mary'dən bir şey çıxmadı. Görək başqa nə ilə tapa bilərik Hail Mary'dən bir şey. Bax, bu Amaze hissəsini çox adam paylaşıb və hamısı da satış eləyib az qala. Gəl baxaq. Ölçüləri də bu fərqli versiyalardır. Bu köynəyin şalvarın üstünə verirsən, ütü ilə ütüləyirsən, üstündə izi qalır. Yəni həmişə dediyim kimi də açıqcası bu bizə maraqlı deyil. Bizə rəqəmləri maraqlıdır, bizə qazancı maraqlıdır. Ona görə də bu hissəni heç çox da diqqət etməyinizi tövsiyə eləmirəm. Və bir məhsulun üstündə maksimum 5-6 dəqiqə vaxt sərf eləyin. Tapdınızsa tapdınız, tapmadınızsa daha da çox vaxt sərf eləməyin bir məhsulun üstündə. Sürətli dəyişin ki, potensialı ən sürətli, ən uğurlu seçimi ən yaxşı variant. Sürətli keçin ki, çox vaxt itirməyəsiniz məhsul analizində. Gördüm ki, bunu bu şəkildə də tapmadım. Bir dənə də Google linzalarını axtaracağam. Əgər yoxdursa Project Hail Mary'dən əlimi üzəcəm. Niyə yoxdur? Yox, burada var mən. İstədi bu. Yoxdur da qardaş, nə edeyim? Explorer'a gəlirəm. Nido nədir bilmirəm. Görək Nido nədir. Bu böyük ehtimalla Vero listing olacaq. Yoxlamağa belə ehtiyac yoxdur da. Çoxlu elan yaradılsa da, çoxlu satıcısı olsa da 90% Vero listing məhsuludur. Çünki rəngli şeylər olduqda, özdəki qızlara aid şeylər olduqda bunların Vero olma ehtimalı daha çox olur. Çünki Vero listingdəki bəzi şeylər əsasən bu kimi, slime kimi şeylər sürətli patentləşdirilən məhsullardılar. Onları elan kimi yaratmaq risklidir. Belə eləyəcəm açıqcası. NFL Draft 2026, David, Cloud, Google Gemini Cloud, Michael Jackson Move. Baxım ikinci səhifə. World Quantum Day, Lakers vs Rocket vs Laker, Coplot. Bu şəkildə ola bilər bəzən Google Trend, bəzən Google Trenddən istədiyin məhsulu tapmaya bilərsən. Məsələn, hal-hazırda bu tarixdə qeyd etdiyim tarixdə bizim gündəmimizdə elə də ciddi bir tendensiyaya səbəb olacaq bir məsələ yoxdur ki, Google Trends'də mən onu sata bilim. Bir səfərində Taylor Swift'in bir konserti olmuşdu. Hətta o qədər böyük bir konsert idi ki, ərazidə olan insanlar elə bilmişdilər ki, zəlzələ olur. O qədər çox insan eyni anda konsertdə iştirak edib tullanıb düşmüşdü. Ərazidə yaşayan insanlar elə bilmişdilər ki, zəlzələ olur və həmin zaman ərzində mən Taylor Swift'in bir bilərziyini çıxardıb satmışdım. Necə çıxartmışdım? Tapmışdım, Amazondan eBay-də yerləşdirmişdim və mən orada həmin müddət ərzində bir günə 22 satış alırdım. Sadəcə bir bilərziyi satırdım. Artıq bir
bir həftənin tamamında biz stokların bitirmişdik Amazonun. Ona görə də məhsulu qaldırdıq listingimizdən. Yoxsa çox qəşəng bir şəkildə irəliləyirdi. Yəni Google Trends həqiqətən də çox ideal məhsullar verə bilir bəzən isə verə bilmir. Tapmağınsa yolu sadəcə bu şəkildə. Gəlirsiniz ən başda ilk üçlükdə nəsə varsa qəşəng eləyə biləcəyiniz elanı yaradırsınız. Yoxdursa çox da vaxt itirmirsiniz. Lakin qazanclıq cəhətdən Google Trendsdən tapıb yerləşdirə biləcəyiniz məntiqli bir məhsul ideal məhsuldur. eBay dropshipping eləyəndə məhsul analizi işin ən əsas vacib hissələrindən biridir. Ona görə bu günləri sənə onu necə eləyəcəyi detaylı bir şəkildə danışdım və göstərdim. Elanları yaradacağın hissədə də xüsusi diqqət etməli olduğun şeylər var ki, bunlar da növbəti dərslərdə danışacağam. Sadəcə hal-hazırda eBay və Payoneer hesabını açdığım video dərsdən sonra bu dərsi izləmisənsə, sən 7 günlük bir çerez toplama müddətindəsən və bu müddət ərzində boş qalmamalısan qardaş. Gedib elanları yerləşdirmək üçün, analizlər eləmək üçün praktikalara başlamalısan bacı qardaş. Kimsənsə. Və bu praktikanı necə eləyəcəyinizi məhsul analizi videosunda göstərdim. Burada artıq sən feedback üsulu ilə analiz bilirsən, Google Trends üsulu ilə analiz bilirsən. Amma bunun çox fərqli metodları var. AliExpress-dən analiz var, Zik Analytics var, tədarükçülərdən analiz var, sonra fərqli manual analiz metodları var, tərqiq üsulları var. Bunun kimi çoxlu fərqli analiz üsulları var. Lakin başlanğıc üçün bu ikisi sənə kifayət eləyəcək onsuz. Dediklərim də biraz ileri səviyyə insanlar üçündür. Biraz daha təcrübəli satışçılar üçündür. Günlük 70-80 arası elan yaradıb daha çox 100-120 sifariş alan insanlar üçündür bu danışdıqlarım. Ona görə də sənə başlanğıc səviyyəsində nələr eləmək olduğu addım-addım tövsiyə elədim mən. Sənə bundan sonraki mövzuda artıq eBay və Payoneerin sənə dispenkrozasiyasını göstərəcəm və ondan sonra da ilk elanımızı yaradacağıq və artıq sən satışa tam hazır bir mağazan olacaq. Bura kimi izləmisənsə artıq özünə yaxşı bir diqqət ayırmısan və işə ciddi bir yanaşırsan deməkdir. Ona görə də özünü bir dənə hədiyyələndir. Get özünə bir hədiyyə al və bunun üçün özündən fəxr elə. Həqiqətən də 80% insan bura kimi belə gələ bilmirlər. İnşallah bundan sonraki hissələrdə daha yaxşı olacaq və ilk satışlarımız da elə bir yerdə olacaq. Sənə növbəti işlərində uğurlar arzulayıram. Nəsə sualların çətinliklərindən bağlı şərhlər hissəsinə qeyd elə. Çatdırdığım qədər sürətli bir şəkildə sənə köməklik eləyəcəm. Hər birinizə bol satışlar, bol qazanclar.